Azərbaycan Türk modelinin inkişafına, dövlətlərin inkişafına öz töhfəsini verir, verəcəkdir də və bu bölücülük filan məsələlərdə Azərbaycan təsir eləməz. Azərbaycan öz hüdudlarını yaxşı bilsə və özü üçün praqmatik, realist, necə ermənilər deyir, real Ermənistana qayıtmalıyıq. Ermənilərin hamısı demir onu. Yox, hamısı demir. Aha, hamısı demir, ona görə ki, hamısı sizin kimi düşünür. Və o yetimi də deyərsən, hamısı sizin kimi, yetimi düşünər, amma hamısı sizin kimi düşünür. Böyük Ermənistan düşünürdü, böyün əlində heç nə qalmayıb. Bizdə ona görə ermənilərin elədiyi səhv eləməməliyik. Azərbaycan bu dövlət, bu mövcud dövləti qorumaqdan yana ölümümüzə, canımız bahasına mübarizəmizi aparmalıyıq. Bu dövlətə imperiya xəyalını vermək təhlükəlidir. Bu dövlətə hansısa bir şəkildə ərazilərlə dəstək verməliyik. Soydaşlarımızdır, qanımızdır, qardaşlarımızdır. Amma bu dəstəyin forması Gürcüstan Azərbaycanlısı, demokratik Gürcüstan düşüncəli Azərbaycanlı olmalıdır. İran Azərbaycanlısı, İran, demokratik İran düşüncəli Azərbaycanlı olmalıdır və Dərbənddə olan Azərbaycanlı demokratik Rusiya düşüncəli olmalıdır. Amma bizim bu cür illüziyalarla Azərbaycan xalqını yeni bir demək fəlakətlərə aparmaq üçün yaxşı bir tezisdir. Bu tezisi kimlər nağıl sevər Azərbaycanlılar dəstəkləyə bilər. Ağıl sevər Azərbaycanlılara mən deyirəm ki, yolumuz realist cəmiyyətin gələcəyini məzarıya sürükləyən bir yol. Siz elə birisi hardan başlayın, mən tövsiyə eləyim də. Nuru Paşanın Azərbaycana gəlişindən başlayın. Orada birləşmişik. Oradan tarixə çox geçsəz, çox böyük problemlər çıxardarsınız. Nuru Paşanı Azərbaycana kim dəvət elədi? Ağıllı Azərbaycan aydınları. Yox, kim dəvət elədi? Məmməd Əmrə Sualı. Azərbaycan hökuməti. Niyə dəvət elədi? Niyə elədi? Niyə xiyabani eləmədi? Çünki o şuurla bu şuur eyni deyil. Əlbəttə ki. Bəs onu qəbul eləyirsənsə, onda demə biz ayrılmasaydıq o şuurda. Lakin o zərərli prosesdir bizim üçün indiki məqamda və ona görə də biz o məsələdə qonşu dövlətlərlə münasibətdə praqmatik davranmalıyıq. Ermənistan indi ona gəlir. Ermənistanda indi 5-10 ağıllı adam çıxıb deyir ki, bütöv Ermənistanı qoyun qırağa, real Ermənistanı qoruyaq. Mən də deyirəm ki, real Azərbaycanı qorumaq lazım. Bu cür ideyalar sonra təhlükəyə